Baş Dövlət Yol Polisi İdarəsinin 11-ci təqibin əməkdaşları tərəfindən Ərət-Astara avtomobil yolunun 143-cü kilometrində hərəkət zamanı qayda pozuntularına yol verən Range Rover markalı 90 YC 977 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılıb. Məsuliyyətdən yayınmaq məqsədi ilə təhlükəli manevrlər edən sürücünün hərəkətlərinin qarşısı alınaraq qanunvericiliyə uyğun tədbirlər görülüb. Araşdırmalarla sürücü Əli Rəsulovun nəqliyyat vasitəsinin narkotik vasitənin təsiri altında sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilib. Faktla bağlı toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Rəsulov inzibati qaydada həbs edilib. Baş Dövlət Yol Polisi İdarəsi bir daha bildirir ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradan sürücülərlə bağlı qanunvericiliyin tələblərinə uyğun qətiyyətli tədbirlər görülür və bu istiqamətdə nəzarət davam etdirilir. Unutmayaq ki, yollar ictimai məsuliyyət məkanıdır. Polis xidmətinin əsas məqsədi cəzalandırmaq deyil, vətəndaşların həyat və sağlamlığını qorumaq, yol hərəkətinin təhlükəsizliyini təmin etmək və hər kəs üçün etibarlı yol mühiti yaratmaqdır. Rəna Rövşən qızı, Bölgə TV.